İmam Rıza Aleyhisselam buyurur ki bir mümin olmaz o vaxta qədər ki onda üç xüsusiyyət olmasa. Üç xüsusiyyət olmasa bir mümində ona mümin demək olmaz. Buyurur ki bu bir xüsusiyyət Allah'tan, bir xüsusiyyət Peyğəmbərdən, bir xüsusiyyət də imamdan. Üç xüsusiyyət olmalıdır. Allah'tan bir, Peyğəmbərdən bir, imamdan da bir xüsusiyyət. Buyurur ki Allah'tan olan xüsusiyyət mümində nədir? Sirrin gizlətməsi. Sirri gizlətmək. Geniş mövzudur, mən səthi danışacağım. Ümumiyyətlə, adam sirrini, sonra da ayə deyir Qurandan ki, Allah qeybi bilir və bəyəndiyi Peyğəmbərdən başqa heç kimə bildirmir. Allah sirrini hər adamın yanında açmır. İnsan öz sirrini, sirrinə məhrəm olan adamlardan başqa cəmaatın yanında çox danışsa yaxşı deyil. Ümumiyyətlə, sir saxlamağı bacarmalıdır. Həm öz sirrini, həm başqalarının sirrini. Məsələn, arif adamlar haqqında deyirlər ki, bir yerə gəlib satmalıdır ki, elə hər keçirdiyi hal dilinə gətirsin orada desin, bu sözlə namaz qıldın. Özünü göstərmək üçün yox, elə Allah o sirri də, içində olan o halları içində gizli saxlaya bilsin. Hər halını dilinə gətirib deməsin. Sirrini, günahını başqasına açmasın. Otururlar, mən görmüşəm, deyir, Allah keçsin günahımızdan. O vaxtı, hələ namaz qılmayan vaxtlardır. Oturduq, yaxşı yedi, içdi. Bilmirsən, bu peşmandır, tövbə eləməklə yoxsa. Əslində, o keçmişi ilə fəxr eləyir. Dilinə gətirir, danışır. Hədis var ki, tövbə elədim, pozulur, dilvə gətirin, təzdən yazırlar. O da demə, Allah keçsin günahımdan, başqa danışasan bütün elədikləri və fəxr eləsən ki, yəni mən elə belə olan deyiləm, mən bu günahları eləmişəm, gəlmişəm indi dindar. Dünyanın hər üzünü görmüşəm mən. Bu şəkildə sirri açmaq, günahı açmaq düzgün bir iş deyil. Allahın xüsusiyyətidir, sirri gizlədər və eyni zamanda başqalarının eybini gizlətmək. Allahın adı Səttarul Uyubdur. Allah gizlədir. Ya mən əzhərəl cəmil, dualarda gözəl sözlər var. Ya mən əzhərəl cəmil və sətərəl qəbih. Ey gözəlliyi aşkar eləyən və çirkinliyi gizlədən Allah. Pislikləri gizlədən Allah. Cəmaatın evlərini Allah açsaydı adamlara salam verməzdi. Çünki tutumları zəifdir. Allah eyvləri, günahları gizlədir. Eyvdən yapışan Allah deyil. Mən bunu çox danışmışım. Biz Allahı nəzarətçi görürük ki, vay bir dənə səhv elin vursun, belə Allah deyil. Eybi örtən, örtbastır eləyən, bağışlayan Allahdır. Tez bağışlayan Allah. Biz beləyik. Allah'tan olan bu xüsusiyyət bizdə də olsun İmam Rıza Aleyhisselam buyurur. Biz eyb axtarırıq. Eyb axtarırıq. Tənqidin həcmi, bax mən bunu keçən dəfə dedim, cəmiyyətdə çoxalıb bu məni narahat eləyir. Hamını tənqid eləyir. Danışdıranda da deyir tənqid olmasın, bəli tənqid olmasın, inkişaf olmaz. Amma tənqidin həddi var. Həddini keçdisə ancaq və ancaq mənfidir onun təsiri. Tənqidin həddi azdır bir insan. İctimai bir məsələni müzakirə eləmək o başqa mövzudur, tamam. Onlar olmalıdır, tənqid olmalıdır ki, inkişaf olsun. Amma insanların bir-birindən tutduğu iradlar, bir məclisə girir, görürsən gedir, bir dastan şey yazır, ancaq mənfi şeyləri görür. Qardaş, nə istəyirsən cəmaatın canından? Nə istəyirsən cəmaatın canından? Qoy cəmaat rahat yaşasın. Yenə deyirəm, pozitiv tənqid olar, ədəb, ərkan çərçivəsində ki, bu daha da gözəl olsun. Yox, bizim tənqidlərimiz daha çox eyb axtarmaqdır. Eyb axtarmaqdır. Cəmaatın qanını qaraltmaqdır. Bu iradlardan Peyğəmbərə də tuturlar. Niyə öpdün? Uşağı var. Belə deyirlər, bax. Niyə bunu geyinmirsən? Niyə orada işləyirsən? İmamlara, Peyğəmbərlərə gün vermirdilər. Nəvəsi qucağındaydı Peyğəmbərin. Üzündən öpdü, biri dedi ki, təəccüblü, sən uşağı öpürsən. Dedi ki, mən necə olsun? Adam uşağını öpərdən normal. Dedi, mənim 10 dənə uşağım var. Birini də heç vaxt öpməmişəm. Peyğəmbər qaldı, nə desin, mən neyiniyim ki, Allah sənin rəhvə rəhim salmayıb. Yəni, sən xəstəsən də, indi olsa deyər, get psixoloqa müraciət elə, psixiatra müraciət. Sən xəstə adamsan, sən gəlir onu Peyğəmbərə irad tuturdu. Peyğəmbərə nöqsan tuturdu. Təşviq və tənqid hansı daha çox olmalıdır? İstiqamət təşviq olmalıdır, hərdən tənqid. Bərabər yox, təşviq çox olmalıdır. Daha çox hüsnü zənnlə baxmalıyıq adamlara. Bax, Allaha and olsun, Quran gətirin, əl basın, mən buradan sizə baxıram, Allaha and içirəm bunu deyirəm. Mən öz içimdə əminliyimi deyirəm ki, mən 100% əminəm ki, sən bu cənnətə gedəcəksiniz. Mən əminəm buna. Mən başqa cür baxa bilmərəm sizə. Mənim nə işim var ki, kim nə əmə? Mən baxıram bu adam mömin adamdır. Əminəm, deyirəm, özümü məcbur eləmirəm. Mən əminəm, bu simaları görəndə əminəm ki, siz cənnətə gedəcəksiniz. 5 günahını gördüm bir adamın, 10 günahını gördüm, 5-10 günahla adam cəhənnəmə gedər. Mən bu misalı demişəm. Çox xoşuma gəldi. Bir alimin sözü idi bu. Deyir ki, o leysan yağır, çox şiddətli görmüsünüz. Rayonlarda xüsusən olaraq göy guruldayır, aramsız leysan yağır. Deyir, onun qabağına bir kibrit, spiçkada kibrit yandır, tut qabağına qarşısında. O neçə dəqiq, heç yandırmağa fürsət olmur. Allahın rəhməti belə yağır göydən. Hər günah, gərək çox çalışasan ki, mən bu leysanın altında ocaq qalayacam ki, gedəsən cəhənnəmə. Yoxsa bir dənə, 2 dənə, mən istəmirəm, sizdə cürət yaransın günah eləmək. Əksinə, məncə adam Allahın bu rəhmətini görəndə günahdan daha tez qaçır. Daha tez uzaqlaşır. Nəinki ancaq barmaq sirkələməklə. Allahın rəhməti çox genişdir. Birinin 5 dənə, 10 dənə günahını gördün, qəzavət eləmə. Biz hamını cəhənnəmə göndərmək istəyirik. Lənətin biri bir qətiyyədir. Lənətin biri bir qətiyyədir. Allah ona lənət eləsin. Allah əzabın belə eləsin. Allah filan eləsin. Lənətin ünvanı var, Quranda da lənət var. Bəziləri bunu götürür, deyir, lənət tam inki yox. Quranda var ki, ələ lənətullah ələl qavmiz zalimin. Bilirsiniz kimə? İnsanların
qəniminə, bəşəriyyətin düşmənlərinə, körpə uşaqları qətlə yetirənlərə, ona zəmin yaradanlara, o zülmə rəvac verənlərə, onlara aiddir. Yoxsa hər adam bir səhv eləmək, xəta eləməklə deyirəm ki, inşallah gecə gördün günah eləyir, səhər deyirəm ki, artıq tövbə eləyib. Bu mənim üçün qardaşdır, gözəl bir insandır, xətadır, səhv də eləyib. Hüsnü zənnlə yanaşasan insanlara, hüsnü zənnlə. Deyirəm inşallah tövbə eləyib, ən-nədmu tövbə, hüsn nə deməkdir bu ən-nədmu tövbə? İlahi qələt elədim, vəssalam, bunu istəyirəm səndən. İlahi bilmədim, qələt elədim, bağışlat, bilmədim də xəta elədim. Budur. Bir mömin 70 böyük günahını başqa möminin ürəyində gizlətməyənəcən mömin olmaz. Biz olmayanı düzəldib danışırıq. Biləmədiyini, deyir 70 dənə böyük günahı. Bax, bu sənin ürəyin bir əmanət bankıdır, nə deyim? Orada əmanət olmalıdır. Hər mömindən 70 günahı qəbr özündən, böyük günahı gizlin qəbr özündən aparmalısan. Əmanətdir sənə. Haqqın yoxdur. Amma biz ehtimal veririk ki, xəbərim var filan kəs filan. Heç bilmirik onu eləyib, eləməyib. Lap eləyib. Niyə görə gəlib danışırsan? Niyə görə gəlib danışırsan? Allah gizlədir, sən açsan, kiminsə eybini açsan, Allah səni o eybə düçar eləməmiş dünyadan aparmaz. Buyurur ki, amma Peyğəmbərdən olan xüsusiyyət budur ki, insanlarla mehriban davransın, xoş əxlaq olsun, cəmaatla mehriban olsun. Və Allah öz Peyğəmbərinə buyurub ki, əfv yolunu tut, bağışlamaq yolunu tut və xalqa yaxşı şeylər əmr elə. Yaxşı şeylər əmr elə. İnsan möminin xüsusiyyəti budur ki, cəmaata qarşı mərhəmətlidir, gülərüzdür, mehribandır, cəmaatın qəmini ürəyində gəzdirir, cəmaatı sevir, məhəbbət göstərir. Bu Peyğəmbərimizin xüsusiyyətidir. Peyğəmbər bütün canlılara qarşı məhəbbətlidir, bütün insanlara qarşı. Bir dənə mənzərəni mən vəsf eləyim, siz də təsəvvür edin. Əmamə Peyğəmbərin nəvəsi idi. Bir qızının uşağı idi. Namaz qılır Peyğəmbər, çiynindədir o, təsəvvür edin. Çiynində namaz qılır, rüküyə gedir, qucağında tutur. Rüküdən qalxır, səcdəyə gedir, aram qoyur yanına, səcdə eləyir, qalxır, təzdən uşaq qasır qucağına, təzdən qoyur qırağa, gedir səcdəyə, qalxır, yenə qucağına qaldırır çiynində namaz qılır. Bəşəriyyətin ustadıdır bu, bəşəriyyətin ustadır. İbadətinə baxın, uşaq çiynində ibadət edir. Bəziləri bizdə qəbul eləməz. Əstağfurullah, Allahu Ekber, uşağı qovsun yanına. Bir dənə məsələn bu namaz qılan, uşaq qaçır qucağına və onu qucağında saxlayıb, belə qucağında tutub, çiyninə qaldırıb namaz qılır, ibadət edir. Görün başdan başa, böyüyə, kiçiyə nə qədər rəhmlidir. Rəhməti insanları əhatə edirdi. Nəinki insanları, bütün canlıları. Bir nəfər gəlir sual verməyə, ya Rasulallah, məsələn, filan surənin filan ayəsində nə buyurur? Bir dəqiqə deyən, o dəvəni orada saxlamısan, ayaq üstə. Dəvəni otur, o dəvəni bir var saxlayasan və oturtmalısan. Otur, çiynindən yükünü çal, qoy aram, dincəlsin heyvan, gəl, otur, sual ver, danışaq, sonra çıx get. Bax, budur bizim dinimiz, budur. Cəmaatın başını kəsib Allahu Əkbər qışqırmaq deyil. Cəmaata qaş-qabaq tökmək, cəmaatı acılamaq, nə bilmən, təhqir eləmək deyil. Budur bizim dinimiz. İmamımıza buyurur ki, mömin olmaz, onda üç xüsusiyyət olmayınca bir sirri gizlətmək, Allahdan olan xüsusiyyət, insanlarla xoş davranmaq. Hamı desin ki, qəmim var, qonşumda bir mömin yaşayır, gedim oturum biraz qəmimi dağıtsın, məni şad eləsin. Görəndə ürəyi rahat olsun. Bu din budur. Din budur. Bu iki. Üçüncü xüsusiyyət də imamdandır. İmamdan olan xüsusiyyət budur. Peyğəmbərdən olan imamdan olan xüsusiyyət budur ki, şadlıqda və qəmdə, asanlıq, asayişdə və çətinlikdə səbirli olar. Yəni dağ kimi olar. Adam var ki, imanı xoş gününə qədərdir. Mən adamlar tanıyıram, deyirəm, deyəsən pulu çox alıb, keyfi köçdü. Halı ondan, pul olmayanda arif adamdır, Allah qabağında sınır. Biraz cibinə pul gələndə yavaş-yavaş başı qalxmağa başlayır, göz axtarır ki, görüm hara gedim, neyniyim, harada bir günah eləyim. Bəzi də var əksinə, imkanı var, gəlir, gedir, dua şükür, elə ki, vəziyyəti pis oldu, küsür Allahdan, gedir günaha tərəf. Yaxşı gündə və pis gündə də imamlardan olan sünnət budur. Aşura gecəsi nəhmiduhu fissərrai və zərra, İmam Hüseyin əleyhissalamın sözüdür. Aşura gecəsi düşmənin mühasirəsində oturdu, xutbəsini belə başladı. Allah həm dedirik, həm rahat gündə, həm çətin gündə. Kəl-cəbəlir rasix, mömin belədir. Dağ kimi olar, möhkəm dağ. Gələn yel, külək onu yerindən tərpətməz. Səbirli olar, 5 günlük dünyadır. Şad günü də var, qəmli günü də var. Şad gündə də azğınlığa getməz, qəmli günündə də azğınlığa getməz. Sözümüz tamam.